Dünya Kuboku davam edir. Ekran qarşısındakı həyəcansa getdikcə pik həddə çatır. Bu dəfə futbol coşqusunu yaşat düşərgəsinin iştirakçıları yaşayıb. Özbəkistan və Portuqaliya yığmalarının qarşılaşması uşaqlar arasında böyük müzakirələrə yol açıb. Meydandakı hər bir ötürmə və qol vəziyyəti balaca tamaşaçılar tərəfindən böyük emosiyalarla qarşılanıb. Dünya çempionatının həyəcanı davam edir. Yaşlarının az olmasına baxmayaraq futbol sevgisi üzlərindən hiss olunur. Portuqaliya-Özbəkistan qarşılaşması onları ekran başına toplayıb. Start fiti verilən kimi yaşat düşərgəsinin iştirakçıları oyuna köklənirlər. Aralarında Ronaldo sevgisi ilə Portuqaliyanın qələbəsini arzulayanlar da var. Qardaş ölkə Özbəkistanın güclü mübarizə aparacağını gözləyənlər də. Normalda deyərdim Portuqaliyadır, amma Özbəkistan zəif bir rəqib deyil. Özü də əzələli bir rəqibdir. Portuqaliya ilə bərabərə qala biləcək və ya zorla olsa Portuqaliya udar. Amma mən deyirəm ki, Özbəkistan sonuna qədər dəstəkləyirəm, Özbəkistan arxasındayam. Məncə Portuqaliyada Ronaldo qoca olsa belə bu oyun ya qol ya asist eləyəcək. Amma Özbəkistan da güclü takımdır. O da sonuna qədər dayanacaq. Portuqaliya məncə artıq zəifləşib, çünki əsas oyuncularından biri Nuno Mendes zədəlidir. Ona görə məncə 2-2 bərabərə qalacaqlar. Burada Özbəkistan, Portuqaliya bərabər qala bilər, çünki Portuqaliya da yaxşı oynayır, Özbəkistan da yaxşı oynayır. Hər kəs həyəcanlıdır. Fərqli proqnozlar və gözləntilərlə oyunu izləyirlər. Bəzən kiçik epizodlarda belə reaksiyalarını gizlədə bilmirlər. Cristiano Ronaldo! Erkən qol Ronaldo sevərlərin sevincinə səbəb olur. Özbəkistanı dəstəkləyənlər isə ümidlə izləməyə davam edirlər. Əslində Portuqaliyanı tuturam, amma Portuqaliyada sevmədiyim oyuncular var deyənə, oradan zəhləm gedir Özbəkistan. Həm türk klubudur, həm də xoşuma gəlir. Qarşılaşmanın sonunda yaşat düşərgəsinin üzvləri arasında sevinənlər də oldu, üzlənlər də. Əsas odur ki, bu maraqlı oyunu birgə izləmək onlar üçün əbədi xatirəyə çevrildi. Qeyd edək ki, sözügedən qarşılaşma Portuqaliya yığmasının 5-0 hesablı qələbəsi ilə bitib. Bəyim Mahir qızı Səfər Nəzirov, İTV Xəbər. Çatdırdılar.